Necə fərqləndirəcəyik ki, bu öskürək allergik öskürəkdirmi, infeksiyon öskürəkdirmi? İnfeksiyanın, qripin belə bir tərifi var xalq arasında, insanlarımız arasında, elə həkimlər arasında da. Qripi müalicə elədik 1 həftə, eləmədik 7 gün. Onsuz da qrip, soyuq dəymə 1 həftə, 10 gün ərzində tədricən sağalıb keçib gedir. Əgər öskürəklər 8 həftədən uzun müddət davam edir, bu öskürəklər quru tutma şəklindədirsə, axşam saatlarında artırsa, pasiyenti yuxudan oyadırsa, bu öskürəklərlə bərabər əksər hallarda burun əlamətləri də olur pasiyentlərimizdə, elə uşaqlarda da, böyüklərdə də. Burun tutulma varsa, askırma varsa, sulanma varsa, pasiyentin əli burnunda qalırsa, burnunun ucunu əli ilə yuxarı qaldırırsa, askırma varsa, bu öskürəklər ancaq inqalyasiya ilə keçirsə, allergiya dərmanları ilə keçirsə, antibiotiklərə cavab yoxdursa, bəzən xışıltı hiss olunur, uşaq qaçdıqda, hərəkət elədikdə xışıldayır, təng nəfəs olur. Bəzən xışıltı kənardan eşidilir, xüsusilə axşam saatlarında, qrip, soyuq dəymə olduqda. Bax, bu əlamətlər varsa, artıq allergiya ağla gəlməlidir və mütləq şəkildə araşdırılmalıdır.